Salam, hər vaxtınız xeyirli olsun, doktor. Hər vaxtınız xeyir. Bugün sizinlə ailə modeli, kişi-qadın münasibətləri haqqında danışmaq istəyirəm. Ümumiyyətlə, ailə nədir? Ailə sözü müxtəlif anlamlara gələn sözdür, müxtəlif baxış bucaqlarından. Ailə ərəbcədən gəlir kökü, ailə sözü və bizim dildə, bizim Azərbaycan dilində ailə verdiyi anlam və məna yenə deyim, baxış bucağından sonra hətta dəyişir. Amma dünyada buna hər dildə öz məntiqi var. Məsələn, Rusça simya, toxum, bir toxumdan olan insanlar ailə anlamına gəlir. Məsələn, İngiliscə family, həm ailədir, həm də familiya işlətdiyimiz o soy ismi mənasındadır, çox maraqlıdır. Yəni, patriarxal ənənələr olan ailələr var, matriarxal ənənələr olan ailələr var. Bir psixoterapeut üçün ailə nədir? İki nəfər bərabər hüquqlu insanın doğmalıq, qarşılıqlı inam, güvən və sevgi əsasında yaratdığı bir ocaq, bir ünsiyyət sistemi ailədir. O ünsiyyət sistemində digər fərdlər də qoşulur, övladlar qoşulur və ideal ailə anlayışında cəmi 2 nəsil olur orada. Ata-ana və övladları. Ata-ananın ata-anası olarsa bu 3 nəsil olur bir ailənin içində. Bu, müasir psixoterapevtik baxışla ailə sisteminə biz ağırlıq və problem gətirir. Çünki bir ailənin içində bir nəslin travması rol oynasın, bir də var 2 nəslin travmatik hekayələri və psixoloji böhranları və onun izləri rol oynasın. Ona görə ailə, bir də vurgulayacağım, bir cütün, 2 nəfərin bərabər hüquqlu funksiya bölgüsünü düzgün aparan, doğmalıq və sevgi əsasında formalaşmış bir bağlılığıdır, bir doğmalıq bağıdır və ailədəki 2 fərdin arasındakı bağ 3 səviyyədə adekvat, konqurent, uyğun olmalıdır. Bu uyğunluq necə? 3 səviyyədə olmalıdır. Dərrakə səviyyəsində, belə əllə baş nahiyəsi, emosional səviyyədə və cinsəl səviyyədə. Yəni, beyinlər cəzb olunmalıdır, ürəklər, emosiyalar cəzb olunmalıdır və cinsəllik cəzb olunmalıdır və bütün bu gözəlliklər də ideal ailədə ali bir əqidəyə, mənim baxış bucağımca ali zata, Allah dediyimiz ali zata əsr olunmalıdır. Mənim ailəyə baxışım bu cürdür. Bir psixoterapeut kimi də yəqin ki, bu cür baxışlar digər mütəxəssislər razılaşarlar. O dediyiniz 2 fərd, yəni kişi və qadın nə zaman evliliyə hazır olduqlarını anlamalıdırlar? Yəni onlar artıq evliliyə hazırıq deyib ailə qurmalıdırlar. Azərbaycanda kişi və qadın arasında ünsiyyət ailəsi var. Bu dəqiqə müasir dünyada müxtəlif rəngli bayraqların sancıldığı, LGBT-nin hüquq səviyyəsinə mindiyi dünyada təkcə kişi və qadını bir ailə sayılmır. Bunu aşiyə olaraq çıxım. Elə ölkələr var ki, orada fərqlidir ailə anlayışı, biraz geniş götürürlər hətta. Amma bizim ölkədə, bizim mentalımızda ailə kişi və qadının cütüdür və o zaman onlar evliliyə hazırdırsa hər ikisi yetkin şəxsdir. Yetkin şəxs nə deməkdir? Mənim də bu acı təcrübələrim var bu həyatda, bu sahədə və istəməzdim ki, gənclərin belə acı təcrübələri olsun və istəməzdim ki, mənim müalicə etdiyim pasiyentlərin həyatındakı kimi acı təcrübələri olsun ümumiyyətlə insanların. Yetkin şəxs o şəxs ki, onun emosional zəkası, emosional intellekti tam və dolğun olmaq yolundadır, heç olmasa. Yetkin şəxs odur ki, o özünün hisslərini tanıyır, o hisslərin mənbəyini bilir. Üstəgəl empati yolu ilə və anlayış, dərrakə yolu ilə qarşıdakı cütün də hisslərini anlayır, onun travmalı tərəflərini hətta anlayır və o hissləri idarə edə bilir və o hisslərə münasibəti daha neytral olur və daha loyal olur, negativ hisslərdən gedir. Pozitivi də paylaşa bilir. Bu yetkin şəxsdir. O zaman kişi qadını, qadın kişinin yetkin olmasını hardan bilməlidir? Bunun üçün onlar bir evdə mi yaşamalıdırlar? Yox, onlar çay içməlidirlər. Həm də çay içmək anlamında yox, çay içib, yəni çay içmək nə mənə deyirəm, ünsiyyətləri olmalıdır. 2 şəxs bir-birini tanımaq üçün. Necə ünsiyyət olmalıdır? Məsələn, xarici ölkələrdə, Avropa ölkələrində bizim bildiyimiz kimi evlilik olmadan öncə kişi və qadın bir evdə yaşaya bilirlər. Normal ailə kimi. Onlar uyğunlaşırlarsa ondan sonra ailə qururlar. Aydın oldu. Maraqlı, vacib sualdır. Mən də valideynəm, mən də qızlar atasıyam və düşünəndə əlbəttə mentallığımız necə baxır və digər məsələlər düşünərək danışacaq. Amma mən mentallıqdan daha dərin yanaşmaq istəyərdim. Mentallıqda dərinlik var, o ayrıdır. Amma psixoloji əsasına yanaşmaq istəyərdim məsələyə. Yəni ki, kişi və qadın bir-birini tanımaq üçün aşağıdakı mərhələləri keçməsi psixoloji sağlam mərhələlərdir. Birinci, kişi və qadın arasında cinsi cazibə, cinsəl, romantik cazibə olur əvvəlcə. Cinsəl, romantik cazibə qarşılıqlıdırsa, bir-birinə işarə verib anlayırlarsa, flirt məqamı olursa, onlar başlayırlar ünsiyyət saxlamağa.
Aha, bu ünsiyyət mərhələsi başlanğıcda cinsi cazibə olsa da ünsiyyət mərhələsində yuxarıdan aşağı gedilməlidir. Baxın, kontakt və elektrikləşmə aşağıdan yuxarı başlayır. Cinsəl, romantik bağlılıq. Sonra dərk olunma prosesində dərrakətliyi bir-birimizi tanıyaq. Tanıyanda artıq proses tərsinə gedir. Baxın, tanışdıqdan qabaq aşağıdan yuxarı hiss keçirirsən. Cinsəllik, emosiyalar və ağılla deyirsən ki, mən bunu tanımalıyam. Tanımaq prosesi tam tərsinə getməlidir. Ağıl, emosiya, sonra cinsəllik. Yəni, ilk mərhələ təbii cinsi əlaqəyə qədər özünə hörmət edən şəxslər qarşısındakı insanı tanımalı ki, səhər yuxudan kimdən oyanacaq bu? Axşam yatağa girdiyi kimdir, səhər yuxudan oyandığı kimdir? Və bununla bir söhbətimiz varmı? Əqidəmiz ortaq. Özü də dərrakənin ortaq nöqtələri o ortaq əqidədir. Ortaq həyat yolu və əqidə düşüncəsidir. Okey, bu uyğun gəldimi? Bu çay süfrəsində, kofe süfrəsində, gəzintilərdə hələ cinsəl kontakt yoxdursa, adi bir toxunuş belə yoxdursa, bu əqli ünsiyyət başlamalıdır. Sonra yavaş-yavaş emosiya, hər hansı bir təbiətə olan heyranlıqdan tut ta ki filmlərə olan münasibət, eyni hala ağlamaq və oxşar hala gülmək, gülüşləri də eyni mövzudadır, yaxın mövzularda da ağlamaqlardır. Biri o birisinin emosiyalarına dəstək ola bilir. Bax belə, yəni bu olur, empati anlayışı burada hiss olunur və sonra cinsi həyat başlamalıdır. Yaxşı olsun, bizim mentallıq elə hər bir valideynin burada məntiqi düzgündür, mən onları alqışlayıram əslində. Bizim mentallıq da nə barədə deyirəm? Bizim mentallıq deyir ki, cinsi əlaqə evlənməmiş olmaz. Bəli. İndi təəccüblü görünəcək, mən bunu alqışlayıram. Təkcə qız atası olduğum üçün deyil. Niyə alqışlayıram, izah edəcəm. Bizim qızlara xüsusi tövsiyə var bu barədə. Bizim oğlanlarımız bu dəqiqə daha çox evlilikdən qaçır və məsuliyyətə girmək istəmədiyi bir dönəmdə yaşayırıq. Ona görə qızlarımız bilsin ki, oğlanın cinsi əlaqə təklifi, hətta nə qədər ağıl və emosiya uzun olsa da, sadəcə cinsi əlaqə xətrinədir. Gələcəkdə səninlə ciddi ünsiyyət qurmaq xətrinə olub-olmamağın garantiyası yoxdur. Nə qədər özünü müasir Avropalı kimi göstərsə də fikir verin, Rusiyada yaşayan oğlanlar Azərbaycanda qız almaq istəyirlər, Avropada Azərbaycanda qız almaq istəyirlər, mentallıq içində böyüyüblər, axı onlar Sovetin işlərindən çıxmış valideynlərin uşaqları indi onları tərbiyə edib. Və bu dəyərlərin içindən çıxan oğlan yatağa girdiyi gənc qızla çox vaxt ailə qurmaq istəmir. Gəlin boynumuza alaq da, deyir ki, bu yatağa asan girirsən, bundan mənə xanım olmaz. Hətta belə maraqlıdır. Hamının ailədən çıxan tərbiyəli sayılan qızlarla yatağa girən oğlanlar özünə başqa yerə tərbiyəli qızlar axtarır. Yəni, belə bir dönəmdə cinsi əlaqə həqiqətən də kəbin, daha doğrusu dövlət nigahından gedir söhbət. Nigah sözü ərəbcə cinsi əlaqə deməkdir. Nigah deməyək, kəbin deyək. Zaks deyək də, bu qeydiyyata alınmaq, dövlət qeydiyyatı. Zaks, yəni kəbinin dövlət qeydiyyatına alınması olmasa yatağa girməyi mən doğru hesab etməm Azərbaycan mühitində. Qətiyyən doğru hesab etmirəm. Niyə? Mən izah edəcəm. Xüsusilə ilk dəfə cinsəl həyata qədəm qoyacaq gənc xanımlarımız üçün. Nəyə görə? Çünki, bax, dediyim hallara rastlaşa bilərlər onlar. Sabah məhz cinsi kontaktdan sonra oğlanın məsuliyyətdən qaçmasının şahidi olacaqlar çox vaxt. Ona görə nə baş verəcək? Kəbin olsun dövlət qeydiyyatı altında, mütləq hüquqlarını qorumaq üçün. Amma ilk 2, yaxşı olar hətta 3 ildə uşaq haqqında düşünməsinlər. Avropada bunu kəbinsiz, zaksız eləyirlər də, düzdürmü? Bizdə olsun, amma zaksızla olsun. Birgəlik başlayır, toy da istəyirsə eləsin. Valideynlər özləri bilə, mən bizim toyların o dırnaq arası şahanə toyların tərəfdarı deyiləm, amma yenə də bu mentallığa çox yanaşmayaq, xor baxmayaq. Millətin öz algısı, vergisi var da, alışı, verişi var. Toy da ola bilər, amma dövlət qeydiyyatı, hüquqları qoruyan kəbin, hətta nigah müqaviləsi, hətta kəbin müqaviləsi olsun ki, və müqavilədə bir-birini anlasınlar. 3 il ərzində övlad istəməyəcək. Bunu valideynlər də qəbul etsin, bunu özləri də anlasın. Bu 3 il o cinsi kontakt və üstə gəldə emosiya və ağlı yoxlamaq üçün ən gözəl vaxtdır. 3 ildən sonra dövlət uşaq haqqında, övlad haqqında, indi biz birgəliyimiz möhkəmdir, psixoloji sağlamdır, psixi cəhətdən sağlamıq, biz uşaq dünyaya gətirə bilərik. Bu olacaq ideal yanaşma. İdeal deyəndə yəni çox da elə praktik olmayan bir şey deyil. Çox maraqlı bir məqama toxundunuz ki, qızlar yəni evlilikdən qabaq cinsi münasibətə girməsinlər, çünki bu zəmanət vermir ki, həmin oğlan ondan ailə quracaq. Və niyə qızlar bunda maraqlıdırlar sırf? Məsələn, biz Avropaya baxsaq, əgər biz kişiləri onlarla müqayisə eləyiriksə, onlarda da qadınlarda məqsəd sırf bu deyil. Yəni, sırf ailə qurmaq deyil.
Aydındır. Yəni zəmanət təbii ki, yoxdur. Ailə qurub bir aydan sonra boşanan Aydın insanlar olsun, var. amma bizim cəmaatın baxışı ilə psixoloji məsələni uyğunlaşdırmağa çalışdım. Heç bir gənc xanım istəməz ki, onun haqqında kütləvi negativ düşünsünlər. Ona görə ailəli idik, alınmadı, boşandıq, daha düzgündür məncə. Nəinki gizlin-gizli cinsi əlaqələrə girib də sabah oğlanlar tərəfindən olur axı. Bunu niyə biz inkar eləməliyik? Olur təbii ki. ki. Oğlanlar onları istifadə edirlər Səidə xanım sabah. O materialları, o ünsiyyəti sabah çıxır o birisi oğlan qabağına ki, bu məndən bir yerdə olub və s. Bizim Azərbaycan oğlanının, erkəyinin mentallığı mənim psixoloq kimi istədiyim sağlamlıq nöqtəsində deyilsə, statistik olaraq qızlarımız diqqətli olmalıdır. Mən bunu demək istəyirəm. Amma ola bilər ki, məsələn, qızların da tam məqsədi dəyişməlidir. Bir insanla tanış, bir oğlanla tanış olanda sırf ailə qurmaq, O ikinci beynində ancaq onu o ikinci mövzuda ona biz toxunmalıyıq. Bəli, o sual verirsə buna da cavab verim. Əlbəttə qızlarımız da həyatda məhz ailə üçün yox, öz həzzi və rahatlıq üçün yaşamalıdır. Və bu həzz, rahatlıq da doğmalıqdan gəlməlidir. Doğma adam olarsa, yataqda da birgəlik olar və doğma adam olarsa, qızlarımız da dünya həyat həzzini rahat yaşayacaqlar. Hər gün qadının da, kişinin də bir yenisi ilə cinsi əlaqədə olması hər cəhətdən anormaldır. Psixoloji cəhətdən də bu təşviş əlamətidir. Qızlarda nimfomaniya, oğlanların da elə bir cinsi əlaqələrin sayını çoxaltmağa çalışması təşviş əlamətidir, problemdir. Mən məsələn xəstəlik halı üçün yox, sadəcə normal hal üçün demək istəyirəm. Normal halda əslində normal halda bir-birini. kaş ki hər iki sevən insan ömürlük bir yerdə ola biləydi və başqalarını heç cinsi cəhətdən görməz, dadımazdı. İdealda bu yaxşıdır. Ona görə deyirəm oğlanlarımızın onsuz da belə buraxıblar ailələr ki, oğlan olar, qız olmaz. Onda da qızlar zəhmət çəksin, diqqətli olsun biraz ki. Çünki sabah ticarət obyektinə çevrilirlər, sabah təhqir obyektinə çevrilirlər, ictimai qınaq obyektinə çevrilirlər. Niyə belə olmalıdır ki? Aydındır. Doktor, bayaq dediniz ki, ailə qurandan 2-3 il sonra artıq uşaq düşünməyə 3 il başlasınlar. uşaq düşünməsələr idealdır. Həm psixi, həm fizioloji cəhətdən. Aha, nə zaman onlar yana özlərinin elə bu insanlar üçün fərqli ola bilər. Bir insan üçün 3 il sonra, biri üçün 5 il sonra. Xeyr, fərqli deyil. Ümumi statistik elmi göstəricilər var. 3 il ərzində münasibətlər birinci krizisini, böhranını yaşayır. 3 ilin içində olur bu. Maksimal 3 ildir və onu nəzərə alaq 3 il gözləməkdə fayda var. Çünki məsələn, Hansı ən əlamətə böyük görə problemlər, artıq uşaq sahibi ola bilərik ən deyə böyük düşünməlidir. problemlər, ən böyük özünü sevən hesab edən cütlər belə evlənirlər, qadın hamilə olur, qız hamilə olur qadın. O hamiləlik dönəmində erkəyini itirir. Çünki o qız nə hamiləliyə psixoloji və elmi cəhətdən hazır deyil. Nə də oğlan cinsi əlaqəsiz qalmağı, qadının müxtəlif qoxularına alışmağı və s. bunun üçün yetkin deyil. Hamilə qadının yanında qala bilsin, ona dəstək ola bilsin və hamilə qadına xəyanət eləməsin. Tək bizə yox, dünyada bu problemdir. Ona görə bu barədə diqqətli olmaq lazımdır. Heç olmasa 3 il gözləməkdə fayda var. Mən fikrimdə qalım. Necə ki, mən başqa mövzuda deyirəm, qız və oğlan məktəbləri, orta məktəb, yəni ali məktəb yox, ayrı olmalıdır. Burada da belə baxıram bu məsələ, kəskin və qətidir. İllərin təcrübəsi də bunu deyir, bir valideyn təcrübəsi də bunu deyir və bir erkək kişi təcrübəsi də bunu deyir. 51 yaşımız var hardasa və 20 ildən çox da insanlarla iş təcrübəm var, məhz psixoterapiya əsasında, ailələrlə, sistem terapevti kimi, ailədəki yeniyetmələrin problemlərinə işləyən bir insan kimi. Buyurun. Doktor, bəs boşanmaların səbəbi nədir? Hazırda bilirik ki, boşanmaların sayı hədsiz çoxdur. Ailə qururlar 1 il, 2 Bəs il. uşaq sayı ilə bağlı nə əcəb soruşmadınız? Siz dediniz çünki. Dedim artıq uşaq sayını nə Siz mənə? elə mən çox sualı buraxdım. Məntiq çünki orada çıxdı ki, çox geniş. məntiq orada çıxır ki, işte uşaq sayı da biraz məhdud olmalıdır, imkana görə olmalıdır. Özün yetkin deyilsənsə uşaq dünyaya gətirmə. Məsələn, Boşanmaların səbəbi nədir, doktor? boşanmaların səbəbi nədir? Ümumiyyətlə, boşanma mədəniyyəti olmalıdından başlayacağım. Boşanmaların səbəbi çoxdur. Bizdə nədir? Bizdə yenə də necə ki, evlənmələrin səbəbi psixoloji yetkin olmamaqdır. Maraqlı fikirdir. Mən dünyaya görə insana uşaqlıqda öyrədirlər ki, ailə qurmalısan, mütləq ailə qurmalısan. İnancla gedir, ailə qurur. Yetkin bir şəxs deyil, evləndirirlər onu. Bu evliliyin səbəbi yetkin olmamaqdır. Eləcə də həmin yetkin olmayan insanların boşanmanın səbəbi, ilk səbəbi yetkin olmamaqdır. İkinci səbəb uyğunsuzluğun getdikcə üzə çıxmağıdır. Üçüncü səbəb uşaqlıqdan gətirdiyi psixi travmaların və onların yaratdığı negativ emosiyaları bir-birinin başında partlatmaqdır. Və bunu anlamamaqdır. Qayıdırıq yenə əvvələ. Emosional zəka olmalıdır. Siz soruşmadınız emosional zəka nədir? Daha dəqiq izah eləmək. Çünki mən qısa izahat verdim. Yəni, boşanmaların səbəbi emosional zəkanın, intellektin olmamasıdır. Çünki emosional zəka olmayan insan bilməyəcək. Niyə evləndi, niyə boşandı? 1000 dənə izahat veriləcək.
Amma adi baxırsan ki, məsələn, cinsəl yetkinliyin olmaması da bəzən boşanma səbəbi olur. İqtisadi çətinliklər boşanma səbəbi olurmu? Olur. İqtisadi çətinliklərin boşanma səbəbi olmaması da insanın emosional yetkin olmaması deməkdir. Ya onda sən bu insanla bir yerdə pula görən bir yerdəydin. Cinsi əlaqənin qurula bilməməsi də emosional yetkinliyin olmaması deməkdir. Bayaq dediyim kimi 3 səviyyədə uyğunluq olmaması deməkdir. Ona görə boşanma səbəbləri çoxdur. Birinci səbəblər, gəlin yenə bölək, dərrakə, əqli uyğunsuzluq. İkinci səbəblər, emosional uyğunsuzluq, o da travmatik tərəfləri olan insanlarda olur. Məsələn, qız atasının evdən çıxıb getdiyini görüb uşaqlıqdan və onu sevən yoldaşının belə niyə çıxıb getmir deyə şuuraltı sual yaranır və bu şuuraltı özü də bilmədən onu itələməyə başlayır. Yəni, olur emosional səbəb və cinsəl səbəblər var. Cinsəl səbəblər təbii bizim qızlarımızın çoxu cinsi cəhətdən məsələn, hazır deyirlər, çoxundan masturbasiya üzrə soruşsan bir xəbərləri yoxdur və cinsi özünü tanımırlar cinsi cəhətdən, özünü tanımaq üçün mütləq gedib kiməsə yatağa girmək özü istəmək vacib deyil ki, qızın cinsi cəhətdən özünü tanıması üçün bu cinsi maarifləndirmə vacibdir. Bayaq qız məktəbi, oğlan məktəbi ayrı olsun da ona görə deyirdim. Mən ümumiyyətlə əhalinin psixi sağlamlığın tərəfdarıyam və psixi sağlamlığın şərtlərini bir də özünün cinsi cəhətdən hisslərini tanımaqdır və bunun da üsulları var ki, heç gedib kiməsə yatağa girmədən bunu tanıya bilər. Deməli, gənc qız və oğlan cinsi cəhətdən savadlı deyil. O kişilərimiz cinsi ehtiyacları evdə bu olmaz, qadınıma qarşı namussuzluqdur deyib digər qeyri-adi cinsi hərəkətlərini kənarda ödəyirlər, kənardakı qadınlara hörmət edirlər və qiymət verirlər və bu da cinsi cəhətdən ailənin dağılma səbəbidir. İqtisadi cəhətdən dağılma səbəbləri də məhz əqli səviyyə tərəfə və emosional intellektə bağlı. Deməli, 3 səviyyədə. Əqli səviyyədə uyğunsuzluq, əqidənin bir olmaması, iqtisadi cəhətdən uyğunsuzluğun bəhanə gətirilməsi, emosional səviyyədə uyğunsuzluq, psixi travmaların bir-birinin başında çatlaması və cinsəl uyğunsuzluq. Ailənin boşanma səbəbləri bunlardır. Və bu da ilk 3 ildən başlayaraq üzə çıxmağa başlayır. İlk 3 ildə. Siz səbəbləri dediniz. Sizcə bunda qadının rolu daha çoxdur, yoxsa kişinin? O, məncə, bizim boşanmaların səbəbi 90% kişilərdir. Amma boşanmanın təşəbbüskarı daha çox qadınlardır. Baxın, səbəblə təşəbbüskar ayrı şeydir. Bizdə bəzən yanlış deyirlər. Qadınlar səbəbdir. Qadınlar səbəb deyil, qadınlar təşəbbüs göstərir. Da neyniyim, boşanım, qoy birinci addım mən atım deyib boğaza yığılır. Nə ki, boşanma evdən qaçırlar. Uşaqlarını qoyub qaçan qadınlar var. Bu çox belə faciəli bir haldır. Çünki o yetkin qadın deyil axı evlənib, uşaqlarını qoyub qaçacaq. Məsələn, kənd yerlərində, rayon yerlərində, regionlarda bir ailə fikirləşin, qızı veriblər 15-16 yaşında nişanlayıb, 18 yaşında tutaq bir tər dözüb ərə veriblər, gözləyiblər 17-18. Bu qız ərə gedib, ərə getdiyini, niyə ərə getdiyini bilmir, uşaq doğmaq lazım olduğunu sadəcə bilir və s. Uşaq doğma mexanizmi kimi bunu işlədirlər bu qızımızı və 20-25 yaşlarında TikTok çıxır. TikTokda kimsə buna aşkım deyib, can deyib, yalandan yoldan çıxardır. Bu da hər şeyini ataraq yazıq sevgi görməyib axı. Qaçır o şəhərdəki o can, aşkım TikTok deyən TikTokdakı fırıldaqçı oğlanın ağuşuna. Özü də biabırolu, ailəsi də biabırolu və faciəyə gəlib çıxardır. Müxtəlif növ faciələrə. Yəni, bunlar hamısı yəni, ailənin boşanma səbəbləridir əslində. Və sualınızın qaydaq onda Soruşurdum ki, qadınlar mı daha çox səbəbkardır? Mən də istəyirəm suala qaydaq o deyil, Kavendili sual təşkil edir. Bəlkə bizdə elə görsənir ki, kişilər günahkardır. Çünki kişilər səbəbkardır, qadınlar təşəbbüskardır. Bəlkə qadın da səbəbkar? Məncə kişilər səbəbkardır. Biz niyə? Mən indi öz mövqeyimi deyəcəm. Səbəbkar kişilər də ona görə ki, kişilərimiz daha çox boşanmaq istəmirlər. Sevmirsənsə boşanmalısan da. Boşanmaq istəmədiyi üçün faciə. O hətta gətirib çatdıran bəlkə qadınlardır. Emosiyalarına görə münasibətlərdəki onda dağıdan ideal qadınlardır. yenə də yanaşsaq 50%-50%-dir. Bir tərəfi onda günahlandırmayaq. Yetkinsizlik, yetkin olmamaq hər iki tərəfdə ola bilər və hər ikisindən bir səbəbkar ola bilər. Amma təşəbbüskar niyə qadınlardır? Çünki qadın anlayır ki, bu aliment də ala bilərəm, qadın anlayır ki, sərbəstdə yaşaya bilərəm, qanun mənə bunu icazə verir. Qadın anlayır ki, mən niyə yumruq altında qalmalıyım, uşaqlarını tanıyıb qadınlar. Ona görə təşəbbüskar qadınlar olursa, o deməkdir, səbəbkar da qadınlardır. Bax, mən bunu əsas vurgulamaq istəyirəm. Təşəbbüskar, yəni addım atan qadın olsa da, səbəb yəni, daha çox... Yəni, qadın daha cəsarətli. Bizim patriarxal cəmiyyətdə, bəli, səbəb ki, kişilərdədir. Səbəb kök oradan başlayır. Birinci qadına olan münasibətdə bu evdə otursun, arvadlı gedib çöldə gəzəcəm. İkinci qadına olan münasibətdə şəxsiyyətim, malımdır, mülkümdür münasibətidir. Səbəb bunlardır. Kişilərə verilən tərbiyədir. Kişiyə olar, qadına olmaz. Sistemidir səbəb. Qadın da insandır və bir gün öz haqqını tanıyır. Gedir boşanmaq istəyir artıq.
Bunda da vurub kimisə öldürürlər. Yəni səbəb təbii kişilərdir. Məncə daha çox Azərbaycan cəmiyyətində. Dünyada məncə 50-50-dir. Bizdə amma daha çox səbəbkar kişilərdir, amma təşəbbüskar bunu dəfələrcə vurğulayıram çünki bu çatmalıdır beyinlərə. Təşəbbüsü qadınlar eləyir, mən onları başa düşürəm. Başa düşürəm. Hətta ən belə deyək, maddi səbəbdən belə boşanmış olsam, o qadını başa düşürəm. Zəhmət çəkib kişi bunu anlayardı ki, bu qadın mənim yanında pula görədir. Vaxtında anlamaq lazım idi bunu. Elə bu mövzuya toxundunuz. Sizcə qadın, kişi ümumiyyətcə qadının ehtiyaclarını ödəməlidir? Ehtiyaclarını ödəmək. Baxın, hansı ehtiyaclar var? Fizioloji. Mən fizioloji ehtiyaclarımı özüm ödəməliyəm. Hər bir şey. Qadın da fizioloji tələbatını özü ödəməlidir, kişi də. Yəni, qadın və kişi bir-birinin ünsiyyət tələbatını ödəməyə çalışmalıdır. Sevgilisinin, sevdiyi insanın emosional, cinsəl və əqli tələbatlarını ödəməlidir. Maddi tələbatları da kim ödəməlidir? Bunu daha çox imkanı olan və bacaran. Ümumiyyətlə, büdcə çalışıb biri olmalıdır və büdcəyə nəzarətlə birgə olmalıdır və büdcədən çəkilən xərclər də o həzz üçün, gəzinti üçün, səyahət üçün çəkilən, uşaqların tərbiyəsi üçün çəkilən xərclər də birgə qərardan keçməlidir. Özləri razılaşa bilərlər ki, bizdə pul qazanan kişidirsə daha çox veto hüququ, yəni bu xərci icazə vermirəm demək hüququ kişidə olsun. Qadın çox qazanırsa və kişi də bunu qəbul edirsə, onda qadında olacaq veto hüququ. Çünki mən daha çox qazanıram, incimə, buna xərcləmək istəmirəm. Bu razılaşmalar əvvəldən olmalıdır hamısı. Yəni hüquq bərabərliyi pul kimdədirsə ağa odur demək. Dünyada elədir. Pul kimdədirsə hakimiyyət ondadır. Ona görə mən qızlarıma da deyirəm və bütün gənc qızlarımıza çalışın, əvvəl pul qazanın, sonra gedin oğlanların ünsiyyət qurun, həyat qurun və evlənin. Yəni bir evdə ağa qadın olarsa nə qədər doğru olur? Mən istəməzdim kimsə ağa olsun. Yenə anlamadınız. Mən veto hüququ, yəni ki, birgə xərcləyirik filan yerə, amma incimə, bu xərclər iqtisadi prinsipə uyğun gəlmir. Bu xərci bu ay saxlayaq. Veto hüququ budur. Və qadın da və ya kişi də az qazanan tərəf buna tabi olmalıdır. Dünya belə qurulub, biz bunu dəyişə bilmərik. Sizcə sevgi olan ailədə belə? Sevgi olan ailədə məhz orada anlaşılma olacaq ki, məsələn, qadın sevgi var, amma qadın birdən belə başlayır ki, mən filan şey istəyirəm. Və kişi də qazana əziyyət çəkir, tərəziyə qoyur ki, filan şey istəyirsə, filan şeydən geri qalacaq axı. Və çalışır ona izah eləməyə. Veto hüququ demək deyir, kəs, yox, izahat vermirəm, belə də olmalıdır. Mən yenə doğru anlamadınız. Veto hüququ məntiq üzərindən olan bir hüquqdur. Sadəcə onu demək istəmirdim. Mən demək istədim ki, qadın sevirsə, hətta çox qazansa belə o hüququ kişiyə verər. Hətta sevgi varsa veto qoymayacaq da. O ayrı mövzudur. O ayrı mövzudur. Onun emosional ehtiyacını, hansısa bir ehtiyacını ödəmək üçün can qurbandır sənə, ged al deyəcək. Amma hüquq olmalıdır. Bilirsiniz, hüquq olmalıdır. Çünki bəzən qadın və kişi səhv yerə, yanlış yerə xərcləyə bilər. Və belə bir qayda, ən ideal qayda budur. İkisindən biri yoxdursa, o xərc olunmayacaq. İkisində də veto hüququ ola bilər. Bu lap ideal. Siz deyəndə ağlıma gəlir, əksinə belə də olmağı da bir mənada düzgündür. O ortaq büdcədirsə, qazanc ortadadırsa, ikisindən biri desə ki, biz gəl bunu alaq, ikisindən biri etiraz edirsə, alınmamalıdır. İdeal istəyirsə, ideal budur. Buyurun. Aydındır. Doktor, münasibətlərin yaxşı olması üçün kişi və qadın nə etməlidir? Yaxşı olması üçün bayaq dediyimiz mövzuya qayıdacaq. Ümumiyyətlə, mən həqiqəti sadələşdirməyə xoşlayıram. Sadələşdirib 3 məqama gətirmişəm onları. Bu da nədir? Münasibətlərin yaxşı olması üçün gərək hər ikimiz əqli cəhətdən uyğun olaq, düşüncə yolumuz bir olsun, bir-birimizə rəhnuma olaq, həmrah olaq, yoldaş olaq, əqli cəhətdən. Emosional cəhətdən də yenə yoldaşı, rəhnuma və həmrah olaq, birimizə həm yol göstərək, həm birgə yolumuz olsun. Emosional cəhətdən bu nə deməkdir? Eyni hissləri yaşamaq. Və eyni cinsəl cazibə olsun. Bəli, ola bilsin temperament fərqi ola bilər. Bunu da ağlı bir olanlar uyğunlaşdıra biləcəklər. Ağlı bir olan, məsələn, qadın cinsi əlaqə az istəyir zaten fiziologiyasına görə. Ağlı qadınla uyğunlaşdıran, onunla Allaha gedən yolu bir olan kişi təbii ki, tələb eləməyəcək hər gün bu olsun. Mən hər gün cinsi əlaqə istəyirəm və sən mənə bu cinsi əlaqəni vermədinsə, mən gedib fahişə, bədən satan bir xanıma qapısını döyəcəm. Yəni, bu doğru deyil. Ona görə ağıl uyğunluğu burada ən vacibdir. Ondan aşağı emosional uyğunluq, emosional zəka burada işə girir və ondan aşağı da cinsəl özünü tanıma və cinsi paylaşım. Onda münasibətlər yaxşı olacaq. Tamam, haydi. Xüsusilə cinsi həyatda, mən yenə məcburam toxunmağa, bizdə bu cinsi həyata toxunulmur və doğru deyil. Xüsusilə cinsi həyatda uyğunluğu formalaşdırmaq lazımdır dərrakəli üsulla. Bir-birini tanıyan insan, kişi və qadın kənarda cinsi həzz axtarmayacaq, bir-birində onu tapacaq. Tamam doktor, onda kişilər cinsi həzz axtarırsa, niyə
dünyadan qapanmış, heç nədən başa çıxmayan, heç nə görməmiş belə qızlarla ailə qurmaq Hə də o istəyirlər. mental, yanlış heç nədən mentallıq xəbərləri var. yoxdur. Yanlış Əslində belə bir mentallıq qız var. yoxdur. Onlar şəxsi, Onlar onlar özlərini aldadırlar. şəxsi mülkiyyət axtarırlar. Onlar ünsiyyətə insan axtarmır ki, o mən ailə qurmalıyam, ailəm olacaq, uşaqlarım namus kateqoriya böldüm. Hə, gedib o qadınlarla kef eləyəcəm. Yəni bu təfəkkürü yedirdilər analar övladlarına, kişilər oğlanlarına, dayılar bacıoğullarına. Daha çox analar Yox, mən analar burada görürəm. Bu da dayının bacıoğlu öyrətdiyi xeyr. Heç bir ana, qadın öz əzabı, ağıllı ana özü əzab çəkibsə o mövzuda, əri gəzibsə belə kobud deyək, oğluna deməz get o biri qadınları incit. Bəzi egoist, narsis analar həmən əzab çəkmişəm, qoy gəlinlə əzab çəksin. Amma bizdə daha çox narsis analardır. O sizin müşahidə, mən elə müşahidə etmirəm və o cür düşünmürəm. Mən düşünürəm ki, kişiləri pozan kişilərdir. Çünki nəyə görə? Pozan necədir? Yəni nümunə göstərir, yanlış. Məsələn, mən böyüdüyüm müddətdə əgər dayılarım bu sahədə açıq danışıblarsa, misal üçün, atam bu vardı, rahat olubsa bu mövzuda, analar, xalalar, bibilər də buna göz yumubsa və biz də bunu məclislərdə deyib gülməkləri görmüşük ki, xalalar danışar ki, mənim yoldaşım filan-filanla qəhrəmanlıqlar edib şəkildə danışıb özünü sakitləşdirirsə yalandan. Belə mühitdə böyüyən oğlan uşağı deyəcək, hə, mənə də olar da bu. Anış nümunə ilə tərbiyə alır uşaqlar. Və oğlanlarımız ata, dayı, əmidən tərbiyə götürür. Ana demir get, qadınları incit. Analar çox vaxt demir bunu. Bizim anaları mən Azərbaycan qadını, namuslu, iffətli Azərbaycan qadını, hansı namusuna gedir söhbət? Özünə hörmət edən Azərbaycan qadını heç o oğluna deməz get başqa qadınları incit. Deməsə də doktor, yoldaşından qadın, bizdə qadınlara O başqa şeydir. Yoldaşına göz yuman qadın, bəli, oğluna da göz yummağa gəlinə deyə bilər ki, sən də göz yum, mən də göz yummuşam şəklində. Bəs nə edirsiniz? Deyirəm ki, məsələn, yoldaşı ilə xanımının arasını soyudur qaynana, sonra da boşatmağa çalışır onu. Belə qaynanalar da var, az deyil. Bu artıq öz oğlundan qopa bilməyən, öz oğlunu əriyir. Bəzi qadınlar var ki, həyat yoldaşları rəhmətə gedib oğlunu qoyur ərinin yerinə və onu, yəni bayaq demişdim, elə davranır ona. Ailələrdə 3 nəsil yaşamamalıdır. Qaynata və qaynana yanında yaşamaq doğru deyil. Bəzən məcburiyyət olur, istisnalar var, amma doğru deyil. Qadın və gəlin və qaynananın ortaq hamam tualeti, yəni sanitar qovşağı və ortaq mətbəxi olmamalıdır. Ortaq yatağı, yaxın yatağı olmamalıdır. İdeal budur. Yəni, bəli, onda ki, bu 2 nəsil toqquşacaq, o sistemli terapiya tələb edir. Sistem müalicəsi, psixoterapiya, müalicə lazımdır orada. Və mütləq onlar bir-birindən ayrı durmalı yola gedə bilmirlərsə və çox vaxtda yola gedə bilmirlər. Ona görə mən konkret olaraq, necə məsələn, araq içən hamıya ziyan olmur, amma 3 nəfərə ziyan olursa 10 nəfərdən Allah deyir ki, olmaz araq içmək. Bu ilahi məqamda da belədir. Mən də insan kimi, psixoterapevt kimi deyirəm ki, əgər 10 nəfərin 9-unda gəlin qaynana davası gedirsə məişət üzərinə, deməli yaxşı olar ki, qızıl düstur olaraq mümkün qədər qaynana yanına gəlin getməyin. Qaynana yanında oğlanlar yaşamayın sizdə. Məcburən kimsə gedibsə, siz o xanıma nə məsləhət görərsiniz? Heç olmasa xanıma yox, onun bəyinə gəlir, evin iqtisadiyyatını aparırsa, məsləhət görərdim ki, ayrıca hamam tualet, ayrıca mətbəx düzəltsin, heç olmasa. Və ayrıca biraz aralı yataq otaqlar olsun. Ayrıca da varsa, amma yenə də yola getmirlərsə. Onda deməli, onlar ayrı evdə yaşamalıdırlar, ayrı məkanda yaşamalıdırlar. Bunlar mən dediyim məqama gəlib çıxırıq yenə. Çünki 2 nəslin, 3 nəslin travması qarışanda o sistemin terapiyası çox çətin olur. Mən sistem terapeftiyəm, ailə bir sistemdir. O sistemin bəndləri, üzvləri kimdirsə, onlar hamısı ortaya öz travmalarını gətirir, öz problemlərini gətirir. Yəni öz ailə dizimizə oradan çıxıb da ortaya. Yəni öz problemlərini ortaya çıxardırlar. Gətirir, qoyur məsəl üçün gəlininə öz qaynanasının qisasını gəlininə alır. Anasının qisasını arvad xanımından alır. Və ana buradan qıcıqlanır, gedir xanımını döyür, anasını döyəmir axı. Yəni bu çox dərin psixi problemlərdir. Bunlarla biz məşğul oluruq, işimiz də elə budur. Mən də bunun qarşısını alan yolları göstərirəm. Qızıl düstur budur ki, qızlarımız ərə getməyin. Ailə qurun, doğmalıq və sevgi əsasında bərabər hüquqlu ailə. Qazancınız olsun ailə qurana kimi. Və qaynananın yanına o vaxt gedə bilərsiniz ki, yalnız ruhi cəhətdən cütün iki tərəfindən biri yetkin olsun və bağışlamağı bacarsın. Bu çox nadir bir hadisədir. Ona görə qızıl düstur getməsəz daha yaxşıdır. Çünki sən hələ o dərəcədə ruhən yetkin və özünü ruhi varlıq kimi tanımırsan ki, karma qanunu biləsən ki, niyə eyni adamlara rast gəlirəm. Əgər sən karma qanunu bilirsənsə, bilirsən ki, bu qaynana ilə keçmiş həyatdan borcum qalıb ruh olaraq ona görə rastlaşmışam və bunu aşmalıyam, boş verməyi öyrənməliyəm. Ruhi yetkinliyi axtaranların mövzusu ayrıdır. Onun üçün bizim ruhi bilik təlimlərimiz var. Mən amma dünyəvi kontekstdən danışıram, bir psixoterapevt kimi danışıram. Bu ayrı mövzular. Əslində ruhi yetkinliyə çatmış insan ailə qurmaq da istəmir. Hayır, ruhi yetkin çatmış. Ümumiyyətlə ailə lazımdırmı? Son olaraq sizə belə bir sual. Ruhi yetkin çatmış insan ailə qurmaq istəmir, yox.
öz cütü ilə birgə yaşamaq istəyir və bunu hüquqi cəhətdən əsaslandırır ki, cəmiyyətin gözündə qadın hüququnu qorusun. Bu da demək ki, ruhi həyatdan yetkin insan da ailə qurmaq istəyir. Uşaq dünyaya gətirməmək istəyə bilər. Heç kimə ailə düzümünə, ailə quruluşuna görə hesabat verməmək istəyə bilər. 5 uşaqlı qadınla cavan oğlan ruhi yetkinsə evlənə bilər. Bunlar fərqli mövzulardır və ailə lazımdırmı? Ailə lazımdır. Amma ailə ruhi yetkin insanların böyük ehtiyacıdır. Doğmalıq hamı. Siz bu həyatda qurduğumuz doğmalıq, genetik yad bir insanla qurduğumuz doğmalıq Allahın varlığının sübutudur. Ki mənəvi bağlar var. Sən yarını anandan çox istəyirsənsə və yarın da sən öz atasından çox istəyirsə, anasından çox istəyirsə, deməli Allah var. Niyə? Çünki genetik bağlar bu dünyanın bağlarıdır. Ruhi bağları formalaşdırıb doğmalıq yaratmaq Allahın varlığının ruhi mənəvi sübutlarından biridir. Təşəkkür edirəm, çox gözəl vurğuladınız. Minnətdaram da. Buyurun, xidmətinizdəyim.